Salam, hər vaxtınız xeyir. Düz xətləri ayda 17-ci məsələyə baxırıq. Məsələnin şərtində deyilir, A3-1 nöqtəsindən 2x üstəgəl 3y çıx 1 bərabərdir 0 düz xətti ilə 45 dərəcəli bucaq əmələ gətirən düz xətt keçirir. Yəni bizə L düz xətti verilib, A nöqtəsi verilib, A nöqtəsindən keçən L düz xətti ilə 45 dərəcəli bucaq əmələ gətirən düz xətt keçirmək lazımdır. Bu düz xətti L1 ilə işarə etmişəm. Şərtə görə bura 45 dərəcədir. Əvvəlcə bizə verilən düz xətti y bərabərdir kx plus 5 şəklində yazaq tənliyini. Buradan 3y bərabərdir mənfi 2x üstəgəl 1, y bərabərdir mənfi 3-də 2x üstəgəl 3-də 1. Oldu L düz xəttinin bucaq əmsalı tənliyi. Buradan k, yəni bucaq əmsalı bərabərdir mənfi 3-də 2-yə. L düz xəttinin bucaq əmsalını tapdıq. K bərabərdir mənfi 3-də 2. Biz L1 düz xəttinin bucaq əmsalını tapsaq, keçdiyi A nöqtəsi olduğuna görə biz bu L1 düz xəttinin bucaq əmsallı tənliyini yaza bilərik. Bunun üçün belə bir düstura baxaq. Tangens alfa bərabərdir K2 çıx K1 bölünsün 1 plus K1 vur K2. Bu düstur nədir? Bucaq əmsalları məlum olan iki düz xətt arasındakı bucağın tangensi bu düsturla tapılır. Tutaq ki, bir düz xəttin tənliyi, bir düz xəttin bucaq əmsalı K1-dir, digərinki K2-dir. Onda onlar arasındakı bucaq alfa olarsa, tangens alfanı bu düstur vasitəsilə tapmaq olar. Bizdə də düz xətlərdən birinin bucaq əmsalı verilib, daha doğrusu biz tapdıq, tənliyi verilib. Onun əsasən bucaq əmsalını tapdıq. Arasındakı bucağı verilib. Digər düz xəttin bucaq əmsalını tapsaq, düz xəttin tənliyini yaza bilərik. Odur ki, bu düsturdan istifadə edərək L1 düz xəttinin bucaq əmsalını tapaq. Tangens 45 dərəcə bərabərdir. L1 düz xəttinin bucaq əmsalına K1 deyək. K1 çıxılsın K, yəni mənfi 3-də 2 bölünsün 1 üstəgəl K1 vur mənfi 3-də 2. Tangens 45 1 eləyir, 1 bərabərdir K1 üstəgəl 3-də 2 bölünsün 1 çıx 2K1 böl 3. 1 çıx 2K1 böl 3 bərabərdir K1 üstəgəl 3-də 2. K1 üstəgəl 3-də 2 K1 bərabərdir 3-də 1. 5K1 böl 3 bərabərdir 3-də 1-ə. Buradan K1 bərabərdir 5-də 1. L1 düz xəttinin bucaq əmsalını tapdıq 5-də 1. K1 bərabərdir 5-də 1 tapdıq. İndi L1 düz xəttinin bucaq əmsalı tənliyini yazaq. Düz xəttin bucaq əmsalı tənliyi bu cür edilir. Y çıx y0 bərabərdir K vur x çıx x0. Burada x0 3-dür, y0 1-dir. Y çıxılsın y0, yəni 1 bərabərdir. K-nı tapdıq 5-də 1, 5-də 1 vurulsun. X çıx x0-da 3.
y çıx 1 bərabərdir 5-də 1 x çıxsın 5-də 3 y bərabərdir 5-də 1 x çıx 5-də 3 üstəgəl 1 y bərabərdir 5-də 1 x üstəgəl 5-də 2 bizdən tələb olunan düz xəttin tənliyini yazdıq. Hər tərəfini 5-ə vurub düz xətti ümumi şəkildə də yazmaq olar. 5-ə vursaq 5y bərabərdir x üstəgəl 2 alaraq 5y çıx x çıx 2 bərabərdir 0. Bu da düz xəttin ümumi şəkilli tənliyi olar.